Xoş gördük əziz dinləyicilər. Bir neçə gün bundan əvvəl İranın prezidenti Məsud Pezeşkiyan bildirmişdi ki, paytaxtda su çatışmazlığı artıq faciəvi bir həddə çatıb və biz paytaxtı dəyişməliyik. Əgər bu yaxınlarda yağış yağmazsa, yəni barajlar lazımi həddə su ilə dolmazsa, biz məcbur olacağıq paytaxtı dəyişək. Bütün bunlarla beraber bu günləri İranın bir dindar bir deputatı Kamran Qəzənfəri adlı biri bildirib ki, bəli, biz bu gün tapdıq, problem nədədir? Bu gün Tehranın su çatışmazlığının bir dənə səbəbi var, o da Məsud Pezeşkiyandır. Məsud Pezeşkiyan İslam inqilabının qanunlarına qarşı çıxdığına görə, hicab Allahın qanunu, güya hicab Allahın qanunuymuş, hicab qanununa çıxdığına görə bu günləri Allah Taala yağış yağdırmır İrana, ona görə də bizdə su çatışmamazlığı var. Yəni görürsünüz, geri zəkalılığın da başqa bir ünvanı yoxdur. Ümumiyyətlə Tehran, İran həmişə susuzluqdan əziyyət çəkib. Bu günləri qlobal istiləşmə prosesi var. Azərbaycanda da su çatışmazlığı yaranır, Kürdə də su çatışmır, Arazda da. Və yaxud da ki, bu Kamran Qəzənfərinin məntiqi ilə qalsaq, onda Yaponiya Allahsızlar yurdu, amma orada leysan olur. Deməli, Allah onları çox istəyirdi, onlara leysan verir. Və ya da Amerikada daşqınlar olur, sudan boldular. Demək ki, orada Allah onları çox istəyirmiş, amma Kamran Qəzənfəri deyir ki, məhz Allahın qanunlarına qarşı çıxdığına görə səbəb də odur ki, Tehranda su ona görə yoxdur ki, məhz Məsud Pezeşkiyan bu hicab qanununa qarşı çıxır. Mən düşünürəm ki, siz paytaxtı dəyişin, bəli, amma hara? Aran çölünə dəyişin, yəni Arya ərazisinə çevirin. Çünki o paytaxtdan sizə bir şey çıxmayacaq. Tezliklə böyük ehtimal İranın kiçiləcək və əsl Fars torpağı, əsl Fars paytaxtına ehtiyacınız olacaq. O da Arya çölündədir, o qumsal çöllərdədir. Qaldı Tehran, Tehran özü Qacarların ərazisidir, Qacarların yaratdığı paytaxtdır. Təşəkkür edirəm diqqətinizə görə.